Hoş geldiniz Brotoka. Bir gün. Üçü hazırsan Ray. Hə, elədir ki var. Bəs right. Bəs sən hazırsan Dani? Hə, onda uça bilərik. Bir də kosmosa gəldik. Kosmos məzənərsən. Aa! Hə, sana mən Ray. Bu gün sizə it qanatları gətirdim. Və sizə İt qanatları gətirəcəyik. bir də kosmoslar gördün? Mən yalan demirmişəm. Salam mən Ray. Bu gün sizə it qanatları gətirəcəyik. Bəli. Hə, nə səs idi o? Nəysə, Heç bir ses. Heç bir ses değildi. Brutal! dın dın dın. Brutal neydi? Çaşdım. Kanı Ross. Bu gördüğünüz it karakter kosmosda rəhbərlik edir. Və özünü bir it bilir. Kısacası bu. Və onun üstü də var. Və bu xəritədə onun evidir. Bəli, yəni onun evində oynayasınız. Zarafat değil ama neyse başa düşdünüz. Hə, bu arada bu güncəlləmədə onu çox gücləndirəcəyik. Yəni, Yəni o güc kimi götürəndə güclər. Bu da gördüyünüz Devlin və itin kostümüdür. Yəni Canon Raps'ın. hə, elədir ki var. Bu gördüyünüz də bunun kostümüdür. Bu da Colette'in. Bu da Spike'ın. Yəni hamısı yat planetlərə aid. Və Yeni kostümlər də gətirdik. Baxın, bu da Qara Kapitanka. Sevgilərlə. öpdüm. Bu güncəlləmədə çempionat da gətirəcək. Yəni siz özünüzü bir şey bilirsinizsə buna basıb çempion ola bilərsiniz. Bu da elə də asan olmayacaq. Çox çətindir, bəli. Çox əziyyət çəkmə. Baxın, rozetlər də gətirdik. Deyim niyə rozetlər gətirdik? Çünki oyuncular bir reaksiyalarını bildirsin deyə. Bir də nə yadımdan çıxdı? Görüşərik, yaşıl ekran.